İsmail, biz sayca podkastımızın 4-cü buraxılışını çəkirik və güman ki, sosial şəbəkələrdə aktiv olanlar, marketoloqlar və ya məzmun tərtibatçıları bunu bu rəqəmsal dünyada bir rəqabətə dözəcək və ya rəqabət üçün atılan bir məzmun addım kimi dəyərləndirir. Prinsipcə kənardan haqlıdırlar. Digər ki, burada rəqabət açar sözdür. Mən istəyərdim o rəqabət sözünün dərinliyinə gedək, bir balaca araşdırma edək. Sən fikir vermisən, bizi uşaqlıqdan öyrədirlər ki, daha yaxşı ol, daha tez qaç, daha yüksək qiymət al, daha çox qazan və bununla da insan biixtiyar rəqabət yarışına, hətta deyərdim tələsinə daxil olur. Biz elə bir dövrdə yaşayırıq ki, hamı bir-birinə nəsə sübut etmək istəyir. Ailəsinə, dostlarına, cəmiyyətə. Bununla da insan biixtiyar öz unikallığından olur, başa düşürsənmi? Bax, ona görə də artıq Nizamilər, Beethovenlər, Einsteinlər aramızda yoxdur. Çünki onlar rəqabət üçün deyil, axtarış üçün yaşayırlar. Onlar başqalarını keçmək istəmirdilər. Öz daxilindəki o sükutu, həqiqəti, səhvləri dərk etmək istəyirdilər. Onlar cəsarətlə demək olar ki, tələsirdilər. Amma rəqabətdə önə keçmək üçün deyil, öz ideyalarını reallaşdırmaq məqsədi ilə tələsirdilər. Narahat qəlbdə isə, hansı ki, rəqabətdədir daim, heç bir fəzilət inkişaf edə bilməz, heç bir fərd formalaşa və ya tərəqqi görə bilməz, bilirsənmi? Rəqabət mühiti doğrudan da demək olar ki, insanı haldan salır bugün. Bəlkə də rəqabət yox, əməkdaşlıq dövrü artıq gəlməlidir. Bir-birini keçmək yox, bir-birini tamamlamaq zamanı gəlməlidir. Çünki dünyanı irəli aparacaq, yarış olmayacaq, paylaşmaq olacaq deyə düşünürəm və yarış insanı bu görə yandırırsa, paylaşmaq istidir, cəsarətlə demək olar. Bax, qəribə səslənsə də, amma məncə bizi bu rəqabətə atan o cümlədən şəhvət hissimizdir. İndi deyəcəyim sözlərdən sonra bəlkə də mənimlə həmfikir olacaqsan bu mənada. Çünki şəhvət təkcə bədənin istəyi deyil. O, var olmaq, hiss etmək, toxunmaq, birləşmək arzusudur. Və burada bir incə nüans var. Şəhvət bəzən sevgiyə bürünür, bəzən yalnız ehtiras kimi görünür. Amma hər halda o, insanı hərəkətə gətirən təməl qüvvədir deyə düşünürəm. Yəni, insanı şəhvətin qurbanına çevirən elə bu qüvvənin idarəsizliyidir. Biz onu idarə edə bilmirik deyə o bizim rəqibimizə çevrilir, bizim düşmənimizə bəzən çevrilir. Çünki şəhvət ağlın deyil, o nəfsin dilində danışır. O indi deyir, tez deyir, daha çox deyir, daim deyir və insan içindəki boşluğu yanlış şeylərlə doldurmağa çalışdıqca bax bu alov daha da böyüyür, daha da böyüyür, insanı haldan salır. İnsan həyatında əsl məqsəd, dərin əlaqə, o həqiqi məmnuniyyət və mənəvi dolğunluq çatışmayanda ruhun bu aclığı anlıq həzzə yönəlir. Dopamini biz kiçik, cılız şeylərlə sevindirməyə çalışırıq. Şəhvətə qalib gəlmək isə onu öldürmək deyil, qəti. Onu başqa bir səviyyəyə yüksəltməkdir. Bu enerjini sənətə, deyək ki, yaradıcılığa, inama, mərhəmətə çevirəndə şəhvət təhqir yox, artıq qüdrətə çevrilir və insanı şəhvətdən azad edən şey qadağa deyil, şuurluluqdur, onu çatdırmaq istəyirəm. O an ki, sən nəyi, niyə istəyirəm sualını verirsən, sən artıq onun əsiri deyilsən. O sənin əsirində və qurban olmaq iradəli olmaqdan daha asandır. Həmin an fərd özünü instinktin köləsi kimi hiss edir. Sonunda bunu demək istəyirəm ki, bu cür köləlik, təəssüf hissi ilə deyim bunu, fərdin bütün digər sahələrdə enerjisini və diqqətini uğurlayır. Şəhvət su kimidir. İdarə olunanda həyat verir, idarəsiz olanda isə dağıdıcı qüvvəyə çevrilir. Ən ali insan şəhvətini susturan deyil, onu anlayan və yönəldə bilən insandır. Troya müharibəsindəki şahzadə Parisin Spartalı Yelenaya olan ehtirasının nümunə çəkə bilərəm ki, bütöv bir sivilizasiyanın dağılmasına səbəb oldu. Tarix göstərir ki, bir anlıq şəhvət illərlə qurulan imperiyanı yıxa bilər hətta. Şəhvət idarə olunmayan bir alovdur. O yaradıcı da ola bilər, dediyin kimi dağıdıcı da ola bilər. İnsanı heyvandan ayıran incə bir xətt yalnız şuurdur məncə. Su hər şeyin başlanğıcıdır.
Bu heç kim üçün sir deyil. Biz onun içində doğuluruq, onunla böyüyürük, onunla yaşayırıq və onunla təmizlənirik. Və heç kim üçün sir deyil ki, bədənimizin böyük hissəsi sudan ibarətdir. Amma ruhumuzun da bir hissəsi sudur. Çünki o da axmaq, dəyişmək və təmizləyə bilər, bilirsənmi? Su sərtliyə qarşı güc göstərməz. Əslində o sadəcə axar və axa-axa o kobud daşları aşar deyə düşünürəm. Bu metafораları əbəs yerə gətirmirəm. Bax, o qayalara rast gəldikdə geri çəkilməyi və ya yolunu dəyişməyi bacarır. Lakin əsla dayanmır. İnsana dərs verir su sanki. İnsan həyatı da elədir. Maneələr, o dediyimiz o həmin qayalar, hansını ki qeyd elədik, onun qarşısında durğunluğa düşməmək, əksinə deyərdim ki, formamızı dəyişib məqsədə doğru davam etmək o suyun əbədi dərsidir. Və bu dərsdən nəticə çıxara bilən insan əslində fikir vermirsən sakit görünür, amma dağları yara bilən insana çevrilir. Suyun səthi necə hər şeyi əks elətdirib aydın göstərir, dərs çıxaran insan da öz balansını qoruyub hər şey aydın görür, təhrifsiz bu dünyanı anlayır. Suyun səthi sakit olsa da dərinliyi daim danışır. Yəni biz sadəcə dinləmirik təəssüf ki və dinləmək istəmirik. İnsan susuz yaşaya bilmədiyi kimi ruhumuz da mənəvi susuzluğa dözə bilmir. Qəribə səslənsə də su hər zaman kiçildici gücə sahibdir. O hər zaman ən alçaq yeri tutur, lakin bu alçaqlıq onu ən güclü formaya, dənizə, okeana çevirir. Bu da bizi öyrədir ki, təvəzzökarlıq və sadəlik gücün qaynağıdır. Və təvəzzökar insan hər şeyi öz qəlbinə, canına çəkməklə əslində böyük bir güclü axın yaradır. Su qaba tökülür, qabın formasını alır. Suyun bədən forması yoxdur, cismani deyil. Su ən keçirilməz qayalardan, çaylardan axaraq gəlir bir yerə toplaşır və orada göl yaradır. Yəni su sadəcə H2O deyil, təbiətin yaddaşıdır. Suya necə davransaq bizə elə cavab verir. Hər kəs azad olmaq istəyir, amma azad olmaq istəyən insan anlamalıdır ki, azadlığın təməli məsuliyyətdir. Fikir vermirsən, biz əksər hallarda özümüzdən başqa hamını ittiham edirik, tənqid edirik. Valideynləri, ətrafdakıları, iş yoldaşlarımızı, sistemi. Amma bir gün anlamalıyıq ki, bax, həyatımızda baş verənlər seçimlərimizin nəticəsidir. Və həyatımıza cavabdeh olmağa başlamasaq, heç kim bizi xilas etməyəcək. Yəni, məsuliyyət, müdür söz deməsin deyə işə vaxtında gəlim deyil, o zəhmətimə, özümə dəyər verirəm deyə işə vaxtında gəlim deməkdir. Yəni, məsuliyyət tək özünü deyil, ətrafdakıların da, yəni cəmiyyətin də vaxtını, haqqını dəyərləndirmək deməkdir. Həyat mənzərəsini, o kədərli bir tərəddüdlə rəngləyən bir neçə ifadə var. Bizlik deyil, bizə də belə deyiblər, müdür bizə belə deyib, düzələr. Biz anlamalıyıq ki, məsuliyyət bir vəzifə deyil, bu daxili çağırışdır. Bayaq dediyimiz sözlər sadəcə bir cavab deyil. Bu, fərdin özündən, öz gücündən və təsir imkanlarından imtina etdiyi bir mənəvi qaçışdır. Buna cəsarət etmək olar. Yəni, məsuliyyət müstəqil olaraq düzəltmək, qorumaq və gözəlləşdirmək məhfumuna bərabərdir. Məsuliyyət bir müəllimin gecə hazırladığı dərsdədir. Bir sürücünün qaydanı pozmamaq üçün əyləcindədir. Yəni, bir futbolçunun mübariz ruhundadır, bir həkimin şəffaf əllərindədir, bir məmurun vicdanındadır məsuliyyət. Xülasə, fərdlərin məsuliyyəti xalqın şuurunu formalaşdırır. Xalqın şuuru isə bu xalqın gələcəyini təmin edir. Məsuliyyət bir sözlə qarşı tərəfə ümumiyyətlə insanın özünün egosunu dəf eləməkdən ibarətdir. Məsuliyyət heç kimin baxmadığı yerdə doğru olanı etmək yüküdür. Mən belə düşünürəm. Sən fikir vermirsən, biz əksər hallarda öz yaşadığımız yer ilə, məkan ilə, bir sözlə torpaqla öyünürük. Bəs mədəniyyətimizlə? Mən düşünürəm ki, torpaqdan uzaq düşən bədən mövcud ola bilər, amma mədəniyyətini itirən ruh əsla. Biz nədənsə düşünürük ki, mədəniyyət haqqında danışdığımız zaman
ancaq keçmişə köklənməliyik. Amma mədəniyyət bugün mənəvi bir yaşayan canlı orqanizmə çevrilməyincə heç bir inkişafdan söz gedə bilməz. Biz anlamalıyıq ki, mədəniyyət bugün o bədii dastanımızda düşüncəyə, o muğamda gözəlin kədərinə və xalçada səssiz duaya çevrilib. Azərbaycan mədəniyyəti haqqında o qədər danışmaq olar. Azərbaycan mədəniyyəti zəifliyin və o dərinliyin birləşdiyi nadir bir ruhdur valla. Yəni burada Nizaminin hikməti var, Üzeyrin melodiyası var, Natavanın zəifliyi, Bəhmənyarın təfəkkürü, Fikrət Əmirovun duyğusu, rəssam Səttarın rəngləri var bu mədəniyyətdə və bu ruh bizə yalnız keçmişi xatırlamaq üçün yox, insanı ucaldan gözəlliyi unutmamaq üçün lazımdır. Bunu anlamayınca mədəniyyətin inkişafı və mədəniyyəti qorumaq çətin olacaq. Fikir ver, bugün insan yavaş-yavaş bu mənbədən uzaqlaşır sanki və ekranlarda səs artır, mənalar itir, sürət artır, dərinlik itir, sözlər səthi olur, musiqi səs-küyə çevrilir və insan o içindəki dərinliyi tədricən itirir. Çox təəssüf ki. Yəni, bayağılıq təkcə zövqsüzlük deyil, o ruh kəsadlığıdır, kasıblığıdır və zövqlü, keyfiyyətli məzmun insanın özünə hörmətidir deyə düşünürəm. Kim gözəlliyi ucuzlaşdırırsa, əslində öz ruhunu ucuzlaşdırmış olur. Çox təəssüf ki, biz bugün düşünürük ki, biz irəli getmək üçün köynə nə varsa onlardan uzaqlaşmalıyıq və özümüzdən olub qərbə yönəlirik sanki. Digər ki, anlamırıq ki, qərb məhz özünə və keçmişinə dəyər verməklə inkişaf edir. Vətəndaşın öz köklərinə, Azərbaycan folklorunun müdrikliyinə, alimlərin zəkasına, alicənablıq və o kübarlığın əsrlərdən gələn ədəbiyyatına qayıtması və buna olan zərurəti sadəcə nostalji bir hiss deyil. Yəni, mənəviyyatın xilasıdır. Yəni, bayağılıq və o dəyərsiz məzmunlar o selin hökm sürdüyü bir dövrdə bu qayıdış, deyərdim cəsarətlə, ruhu o səs-küydən qorumaq üçün yeganə qalxandır. Yəni, o ədəbi zövqün itməsi, o düşüncənin dayazlaşmasına, o kübarlığın itməsi isə o ünsiyyətin keyfiyyətinin enməsinə səbəb olur. Və öz dəyərlərini tanımayan bir cəmiyyət asanlıqla yad təsirlərin əsarətinə düşür və orijinal kimliyini, unikallığını və müstəqil fikrini itirir deyə düşünürəm. Torpaq ana vətən, torpaq müqəddəs sayılır. Ona görə də torpağa qayıdış məsələsi var. İnsanın fitrəti torpaqdan yaranır və biz bir çox şeyləri torpaqdan bəhrələnərək alırıq. Hətta bir xəstəliyimiz olsa belə 5 dəqiqə torpaqda gəzməklə, torpaqlama deyirlər ona, insan şəfasını tapır. Şuşanın azadlığı və Xarı Bülbül festivalı. Bu illər sonra viran altında qalmış Cıdır düzündə yenidən muğamın səslənməsi və bu sadəcə musiqinin səslənməsi deyildi. Bu kəsilmiş damarlarda yenidən axmış və dolmuş bir qan idi. Mədəniyyətə qayıdış geriyə addım deyil. Yəni, belə düşünürəm ki, gələcəyə öz kimliyini təsdiq etmək kimi bir addımdır. Kompromis. Düşünürəm, istər fərdlər üçün, istər ailə üzvləri üçün ən önəmli mötəbər mövzularından biridir. Anlamalıyıq ki, kompromis hər iki şəxsin qurban verməsi deyil, ortaq qələbədir. Əslində, hər ikisi bir addım geri çəkilsə, bir addım yaxınlaşmış olurlar. Və mən deyən olacaq deyil, biz deyən olacaq fazasına keçmək lazımdır. Əslində, hər bir istəyin arxasında bir əsas ehtiyac gizlənir. Məsələn, kinoya baxmaq istəyi əslində sadəcə birlikdə keyfiyyətli vaxt keçirmək ehtiyacıdır. Bunu anlamalıyıq biz və kompromis zamanı nəyi istəyirsən, yox, nəyə ehtiyacın var sualını verərək biz məqsədə çata bilərik. Məşhur bir ifadə var, deyir, haqlı olmaqla xoşbəxt olmaq arasında bir seçim etməlisən. Düşünürəm ki, kompromis bir qələbə bayrağı deyil, insanlarda həmrəyliyə gətirən bir məfhumdur. İki şəxsin bir-birini anlaması və bir-birinə dəyər verməsi və burada bir incə nöqtə var, təkəbbürlüyü, yəni egonu üstələməsi. Biri
yol gedərkən gülü əzib keçir, digəri isə o kiçik bir bitkinin rəngində bütün dünyanı görür və düşünürəm bu bizim baxış bucağımızı təyin edən bir məsələdir. Dünya bizə çox şey vermir, amma bizim baxış bucağımız bizim kasıb və ya zəngin olduğumuzdan xəbər verir. Bax, o baxış bucağını dəyişmək, həyatı dəyişməyə qədər möcüzəlidir. Tək ki, insan bunu başa düşsün və insan o dünyanı necə görürsə, dünya da onu elə görür. Baxış bucağı sadəcə bir mövqe deyil. O, ruhun və zəkanın süzgəcindən keçən, filtrindən keçən, ətrafdakı reallığı şərh edən daxili bir fəlsəfədir deyədim cəsarətlə və bu köhnə bir divarın, bilirsən, cızıqlarında o zamanın hekayəsini oxumaq, sıradan bir damlada bütün kainatın əksini görməyi bacarırıq. Gözəllik dünyada yox, o baxan gözdə olmalıdır. Onu fikirləşirəm. İsmail, fikir versən, başqa ölkəyə gedəndə sanki tamam fərqli bir insana çevrilirsən. Amma bunun səbəbi o tətildə olmağın deyil. Yəni, bu gerçək psixoloji bir hadisədir. Məsələ nədir? Yəni, birdən-birə daha cəsarətli olursan sanki. Yox demək sənə asan gəlir. Yəni, əvvəllər qorxduğun şeylər indi macəra kimi görünür sənə. Tanımadığın kafelərə girirsən, xəritəsiz gəzirsən, yeni dadlar, yeni küçələr. Yəni, sanki o beynin oyandığını hiss edirsən. Gümrah və təravətlə olduğunu hiss edirsən. Yəni, biz hələ də yaşayırıq. Sadəcə dövrə vurmuruq. Bunu başa düşürsən. Və adət etdiyin mühit hər gün sənə köhnə obrazını xatırladır. Sakit, uyğunlaşan, ehtiyatlı, həssas. Amma yeni şəhər səni tanımır. Və sən özünə fərqli olmağa icazə verirsən. Yəni, azad, cəsarətli, sərbəst bir sən olmağa imkan yaradır. Hətta o deyilənə görə bədənindəki o hormonlar da dəyişir. Beynin daha aydın düşünür, ruhun güclənir bir sözlə. Sözümü nəyə gətirir? Yəni, sənin bədənin artıq yaşamaq rejiminə keçir. Çünki nəhayət sadəcə sağ qalmır, həqiqəti yaşayır. Yəni. Və həqiqətən yaşayır. Sən yeni birinə çevrilmişsən, sən əsl özünə qayıtmısan və məişətin, o qorxuların, o maniyələrin, o süni əngəllərin, o başqaların gözləntilərinin səssizliyində itmiş özünə qayıdırsan. Evə qayıdanda yenidən həmin divarlar, gördüyün, öyrəşdiyin həmin o mənzərə səni sıxır. Amma burada bir fərq var. Artıq sən başa düşürsən ki, sən düşündüyündən daha artıqsan. Bunları o məqsədlə demədim ki, insan gedib dərhal bilet alıb xarici tətilə getsin. Sadəcə olaraq istəyirəm insan anlasın ki, o düşündüyündən daha artıqdır. Çox təəssüf hissi ilə bildirəcəm ki, biz bəzən başqaların uğur hekayəsini təkrarlamaqla öz daxili səsimizi boğuruq və cəmiyyətin, valideynlərin, dəbin bizə diktə etdiyi rollara giririk. Bu üzücüdür. Çünki insan nəticədə bir fərd olaraq tərəqqi edə bilmir. Başqasının sahəsinə zəif olduğumuzu görüb ruhumuzu sındırırıq. Halbuki öz sahəmizdə misilsiz ola bilərik. Məsələn, dünyada yaxşı nəticə əldə etmiş nə qədər qara dərili üzgüçü tanıyırıq. Misal üçün, nə qədər olimpiya çempionu tanıyırıq qara dərini. Olsa da çox azdır. Çünki onların genetik quruluşu suyun o müqavimətinə o qədər də uyğun deyil, amma digər idman növlərində, məsələn, marafon qaçışı, boks, basketbolda mükəmməldirlər. Yəni, ona görə zəif olduğumuz sahələri qəbul edib və onlara ağır yük kimi baxmamalıyıq. Yəni, məsələ kimin güclü olmasında deyil, kimin gücünü doğru yerdə istifadə etməsindədir. Yəni, düşünürəm ki, sənin çatışmazlıq saydığın şey bəlkə də kəşf etmədiyin potensialındır, yəni üstünlüyündür. Potensialı düzgün dəyərləndirmək, başqalarının bacarmazsan səsini kəsib, daxilindəki pıçıltını dinləməkdir. Xatırlayırsansa, keçən buraxılışda biz bu mövzuya toxunmuşduq. Texnologiyalar, innovativ həllər, süni zəka. Biz bunu söz yox ki, insan ixtirası və inkişaf adlandırırıq. Amma sanki getdikcə insan bu dünyanın heç də gerçək olmadığını anlayır. İnsan gülür, amma içində bir kədər var. Paylaşır, amma hiss yoxdur. Sanki dünya bir filtrdən keçir, bir pikseldən keçir, bir rəqəmsal düzəndən keçir və nəticədə saxtalaşır. Bu mənada ortaya bir sual çıxır ki,
yekunda nədir axı təbii olan? Yəni söhbət etməkmi, yoxsa o piksellərdən ibarət mesajmı yazmaq? Hansı daha realdır? Səhv edən insan, yoxsa hər şeyi mükəmməl bilən süni zəka? Sual budur. Robot texnologiya səhv etmir, amma hiss də etmir. Yəni insan səhv edir, amma onun səhvində ruh var. Məncə mükəmməllik həyatın yoxluğu deməkdir. Çünki həyat səhvlərdən və ziddiyyətlərdən, təzadlardan, paradokslardan, qeyri-mükəmməllikdən doğur. Deyirlər, biz simulyasiyada yaşayırıq. Cəsarətlə demək olar ki, bəli, çünki başqaların və ən əsası özümüzü aldadırıqsa, bəli, bunu simulyasiya adlandıra bilərik. Yəni, həqiqəti biraz yumşaldır, biraz da bəziyir, biraz da gizlədirik. Bunu demək olar. Bax, beləcə dünya bir simulyasiyaya çevrilir. Sanki hər kəs öz versiyasında yaşayır, hər kəs mükəmməl olmağa can atır. Real deyil, yəni özünə lazım olan qədər real bir dünyada yaşayır. Birimiz uğurlu olmağımız üçün yaşayırıq. Birimiz sevilməyimiz üçün yaşayırıq. Birimiz isə sadəcə görünmək üçün yaşayırıq. Amma bütün bunlar bizim taxdığımız maskadır, mənə elə gəlir, bir roldur. Mən istəyərdim fürsətdən istifadə edib tamaşaçılar özümü tutub xitab edim ki, gəlin biraz səmimi olaq. Gəlin imkan verək ki, biraz özümüz olaq. Özümüz istədiyimiz kimi addım ataq. Başqalarına görə deyil, özümüzə görə yaşayaq. Əgər ağrını hiss etmirsənsə, yaşamağın nə mənası var? Yəni, mükəmməl təqlid həqiqət demək deyil. Xülasə edib sonda bunu demək olar ki, biz təbii ətraf istəyiriksə, təbii olmalıyıq.